Herkese salam. DİM 20 variant sınaq imtahanından 4-cü qrup sınaq nömrə 3-ün izahına baxırıq. Birinci sualda deyir ki, məhlulda gedən hansı reaksiyanın molekulyar tənliyi ilə qısa iyon tənliyi eynidir. Yəni bu o deməkdir ki, biz sonda sol və sağdan ixtisar eləməyə nəsə tapmırıq. Yəni bizim məhsullarımız elə maddələr olmalıdır ki, onlar iyonlarına ayrıla bilməsin. A variantında baxsaq. Barium hidroksid. Yəni barium iyonlarına ayrılır. Barium 2 müsbət, 2 dənə OH mənfi. Plus sink 2 müsbət, plus 2 xlor mənfi. Birinci reaksiya tənliyimizdə bizim məhsullarımız da var. Burada barium xlorid və sink OH2. Barium xlorid iyonlarına ayrılır. Barium 2 müsbət və 2 xlor mənfi. Sink hidroksid isə çöküntüdə olduğu kimi qalır. Baxırıq soldan sağa. Bariumlar ixtisar gedir. 2 xlorlar da gedir, yerdə qalır. Sink 2 müsbət və 2 OH mənfi alınır. Sink OH2. Görürük ki, burada molekulyar tənliyi və qısa iyon tənliyi eyni olmur. Fərqli-fərqlidir. Amma D variantına baxsaq məsələn, barium hidroksid və ammonium sulfat. Buradan alınır barium sulfat. Bir də NH4OH alınır. O da ayrılır ammonyaka və suya. İyonlarını ayırsaq. Barium 2 müsbət plus 2 OH mənfi. Üstə gəl 2 dənə NH4 və SO4 2 mənfi. NH4 müsbət, SO4 2 mənfi. Barium sulfat çöküntüdə o ayrılmır. Amonyak qazda o da ayrılmaz. Suda iyonlarına ayrılmır. Zəif elektrolitdir. Görürsünüz, burada biz soldan sağa baxanda ixtisar eləmək heç nə tapmırıq. Yəni bu olur həm bunun molekulyar tənliyi, həm də qısa iyon tənliyi. Yəni üst-üstə düşür, eyni olur. Ona görə bir də olacaq D variantı. Daha sonra ikinci sual. İkinci sualda molyar qatılığı 6 mol böl litrdir. Natrium OH məhlulunda qələvinin kütlə payı 20% olarsa məhlulun sıxlığını tapın. Belə bir düsturumuz var. S bərabərdə 10 rho omega bölünsün emir. İndi verilənləri yerinə yazırıq. S 6-dır. 10 vurulsun. Rho-nu bizdən istəyir. Rho-nu məhcul saxlayırıq. Omega 20-dir. Və natrium OH-dan söhbət gedir. Onda emiri 40-dır. Buradan da rho bərabər olur. 1 onda 2. Y variantı. Daha sonra üçüncü sual. Qısa iyon tənliyi bu formada olan reaksiyaları müəyyən edin. İlk olaraq birinci reaksiyanı yazaq. Barium xlorid plus kalium 2CO3. Buradan alınır barium karbonat və 2 dənə kalium xlor. İyonlarını ayıraq. Barium 2 müsbət plus 2 dənə xlor mənfi. Üstə gəl 2 kalium CO3 2 mənfi. Barium karbonat çöküntüdə ona dəymirik. 2 kalium 2 xlor. İxtisarlarımızı aparsaq 2 xlorlar gedir, 2 dənə də kalium gedir. Qalır barium CO3 və barium CO3. Yəni burada X 2 müsbətdir. Görür, yəni yükü 2 olan element olmalıdır və bariumdur. CO3 yerindədir və buradan alınır barium CO3. Birinciyə uyğun gəlir. Sonra baxaq ikinciyə. İkincidə onsuz baxan kimi görürük ki, baxın bizim qısa iyon tənliyimizdə solda su yoxdur. Amma burada su var və su da iyonlarına ayrılmır. O da olduğu kimi qalır. Ona görə 2-ni də çıxırıq. Sonra baxaq üçüncüyə. Sink, CO3 və H xlor. Alınır sink xlorid. Buradan H2CO3 alınır. Bu da davamsız birləşmədir. Karbon qazı və suya parçalanır. İyonlarını ayırsaq sink 2 müsbət. Üçüncü. CO3. Amma əslində heç burada sink, bunu bizim iyonlarını ayırmamıza ehtiyac yoxdur. Çünki sink CO3 çöküntüdür. Çöküntü halında olan bir şey iyonlarına ayrılmaz. Ona görə heç bu da uyğun gəlmir. Amma indi 4-də baxaq. Çünki CO3-ün
natrium, kalium, ammoniumdan başqa qalan duzları çöküntü halındadır, həll olunur. Ona görə sink CO2 iyonlarına ayrılmır. Buradan alınacaq sink karbonat və 2 natrium nitrat. İyonlarını ayırsaq, sink 2 müsbət plus 2 NO3 mənfi. 2 natrium müsbət CO3 2 mənfi. Sink CO3 qalır. 2 natrium 2 NO3. Yenə soldan sağdan eyni olanları silirik. NO3'lər gedir. 2 natriumlar gedir, qalır. Sink 2 müsbət CO3 2 mənfi. Sağda sink CO3 bu da uyğun gəlir. Olur 1,4 Y variantı. Demək, 4-cü sualda natrium hidro orta fosfat. Hidroliz mərhələlərinin sayı, dissosiasiya mərhələlərinin sayı. Demək, hidroliz mərhələsini tapanda həmişə biz bilirik ki, hidroliz zəifə görə gedir. Yəni, qüvvətli olan mühiti təyin edir, hidroliz zəifə görə gedir. Bizim də burada zəif olanımız turşu olan hissəsidir. Bu HPO4, bilir ki, H3PO4-ün qalığıdır və bu HPO4-dür. Yəni, H3PO4 olması üçün neçə hidrogen çatışmır? 2 hidrogen çatışmır. Demək, bu, yəni o çatışmayan hidrogenlərin sayı qədər olur onun mərhələ sayı 2 olur. Dissosiasiya isə bilirik ki, hidroduzlar, yəni bu hidroduzdur. Bir hidrogeni varsa hidroduzdur. Hidroduzlar 2 mərhələdə dissosiasiya edir. Dihidrolar isə 3 mərhələdə. Ona görə olur C variantı. Sonra 5-ci sual. Mis 2 sulfat məhluluna sink lövhə daxil edilir. Alınır sink sulfat və mis. Hansı ifadələr doğrudur? Lövhənin kütləsi azalır. Sinkin kütləsi 65-dir, mis isə 64-dür. 65-dən 64-ə görürük ki, lövhənin kütləsi azaldı. 1 uyğun gəlir. Sonra əvəz etmə reaksiyasıdır, bəli. Bir bəsit, bir mürəkkəb maddədir. Həm sink SO4-ün yerinə, daha doğrusu sink misin yerinə keçib onu əvəz edir, yəni əvəz etmə reaksiyasıdır. Məhlulun kütləsi azalır. Yadınızda saxlayın. Əgər lövhənin kütləsi azalırsa, onda demək məhlulun kütləsi artmış olacaq. Sink 2 müsbət iyonlarının sayı azalır. Xeyr, əksinə sink burada 0-dan 2 müsbətə keçib. Onun sayı artmış olur. Ona görə 5-də olur B variantı. 6. Dəmir 3 sulfat. Ferium 2, SO4 3. Dissosiasiya edir, alınır 2 dəmir 3 SO4. Dəmir 3 müsbət, SO4 2 mənfi. Aha. Və alfa 90%-dir. Götürülən dəmir 3 sulfat 2 moldur. Onun 90%-i dissosiasiya edib, yəni sərf olunur. Biz də hesablamalarımızı həmişə sərf olunan aparırıq. Bu da eləyir 1,8. Əgər 1,8 mol dəmir 3 sulfat sərf olunarsa, bizə deyir neçə mol anion alınır. Anion da mənfi yüklüdür. X, birindən isə 3 əmələ gəlir. Bu da edəcək 5,4, 6 olur Y variantı. Sonra 7. Demək, duzlar verib. Natrium orta fosfat. Natrium orta fosfat, natrium 3 PO4-dür. Natrium dihidro orta fosfat isə natrium H2 PO4. Aha. İndi bunlar üçün nə doğrudur? Natrium hidroksidlə reaksiya daxil olur. Natrium hidroksidlə reaksiya daxil olan bu olacaq. Nəyə görə? Çünki baxın, bu natrium hidroksid orta fosfat turşusuna reaksiya daxil olanda maksimum burada natrium yanında biz 3 görürük. Yəni bu artıq tamdır. 3-ə tamamlayıbdır. Amma bu hələ 1-dir. 3 olması üçün hələ 2 ola bilər, 3 ola bilər, hələ var. Ona görə bunun üzərində biz qələbi gələ bilərik. Bunların nömrəsi 1, 2, 3. Ona görə birinci uyğun gələcək ikinciyə. Sonra 3 mərhələdə hidroliz edir. Baxırıq. Hidroliz dediyi zəifə görə gedir. Zəif olanımız burada turşudur. Turşu H3PO4-dür. Bu PO4-ün H3PO4 olması üçün neçə hidrogen çatışmır? 3. O çatışmayan hidrogenlərin sayı qədər olur onun hidroliz mərhələsi. Burada olur 3. Burada isə H2PO4-ün H3PO4 olması üçün 1 hidrogen çatışmır. O bir mərhələdə hidroliz edir. Yəni 3 mərhələdə hidroliz edən natrium 3 natrium orta fosfat olacaq. Yəni bu uyğun gəlir. Birinci.
Molekulunda 8 atom var. Burada görürük ki 8 atom var. Burada da 3, 4, 8 atom. Burada da həmçinin. Ona görə, yox, daha doğrusu burada 8, 4, 5, 4, 8. Bu 8 atom olması ortaq xüsusiyyətdir. Bu üçüncü olacaq. 3 mərhələdə dissosiasiya edir. Dissosiasiya mərhələlərinin sayı baxırıq. Normal duzlar bir mərhələdə dissosiasiya edir. Yəni natrium 3PO4 normal duzdur, bir mərhələdə dissosiasiya edəcək. Amma natrium H2PO4 əgər burada görürük ki, hidrogen sayı 2-dirsə, bu dihidroduz deməkdir. Dihidrolarda 3 mərhələdə, yəni hidrogen sayından bir vahid çox sayda mərhələdə dissosiasiya edir. Bu olacaq, yəni 3 mərhələdə dissosiasiya. Bu da uyğun gəlir ikinci. Buna görə də cavabımız olur B variantı. Sonra 8. 400 qram 20% məhlul almaq üçün neçə qram 30% və 5% məhlul lazımdır? Demək, düsturumuz M1 omega 1 plus M2 omega 2 bölünsün M1 plus M2 bərabərdir omega son. M1 və M2'nin qiymətini biz bilmirik. Amma omega 1 30%lidir, yəni M1 vurulsun 30 plus omega 2 də 5'dir. M2 vurulsun 5. Aşağıda kütlələrin cəmi. Omega son isə, yəni sonda bu məhlul alınmalıdır. 20'dir. 30 M1 plus 5 M2 bərabərdir. 20 M1 plus 20 M2. M1'ləri bir tərəfə, M2'ləri də bir tərəfə yığsaq 10 M1 bərabərdir 15 M2. M1 bərabərdir 1/5 M2 olacaq. İndi sonda alınan məhlulumuz 400 qramdır. Yəni M1 plus M2 bərabər olur 400'ə. Biz də M1'in yerinə 1/5 M2 yazsaq, plus M2 bərabərdir 400. 400'ü də 2/5'ə bölsək, M2 eləyir 160. Əgər M2 160'dırsa, onda M1 də olacaq. 400'dən 160 çıxır, 240. Buna uyğun olaraq da cavabımız olacaq 8'də B variantı. Sonra 9. Metal NO3 N. Hidroliz və dissosiasiya mərhələlərinin sayı XY. X plus Y 4 olarsa N'i müəyyən edin. Bunu gəlin yerinə qoyaraq tapaq. İlk olaraq N'in yerinə 3 qoysaq A variantı. Metal NO3 3. Demək, burada biz bilirik ki, hidroliz zəifə görə gedir. Hidroliz. Ona görə də indi burada məsələn N'in yerinə biz 3 qoymuşuq. Bu normal duzdur. N'in yerinə 3 qoysaq, demək bunun valenti 3'dür. Normal duzlarda bilirik ki, bir mərhələdə dissosiasiya edir. Onda Y bərabər olur 1'ə. X nəyə bərabər olur? 3'ə. Yəni, bu NO çox qüvvətli olduğundan, demək burada hidroliz zəif olan metala görə gedib və hidroliz mərhələsinin sayını da tapanda bu metal 3 valentlidir. Onun hidroksidi neçə olur? O metal OH3 formasında olur. Yəni, burada metal OH3 olması üçün neçə OH çatışmır? 3'dən. Onun sayı qədər də onun hidroliz mərhələsi olur. Ona görə X-də, yəni qiyməti 3'ə uyğun gəlir və toplayanda bunlar 4 edir. Yəni, ümumiyyətlə, hidroliz mərhələsini tapanda, məsələn, yazsaq. Məsələn, kuprum OH SO4 yazsaq burada, sonra buna formulu düzəldəndə belə. Demək, biz baxırıq buna. Bu necə duzdur? Yəni, burada turşu hissəsi qüvvətlidir, amma əsas hissəsi zəifdir. Hidroliz zəifə görə gedəcək. Bu 2 SO4'ün valenti olan 2'dir. Yəni, bu mis hidroksu deməkdir. Yəni, biz bunu oxuyanda misli hidroksu demirik. Bu sadəcə olaraq orada SO4'ün valentidir. Formulu düzəltmək üçün biz oraya əlavə eləmişik. Mis 2 valentlidir. Onun əsasının quruluşu necə olur? Mis OH2 şəklində. İndi bunun mis OH2 olması üçün neçə OH çatışmır? Bir dənə. Demək, bu bir mərhələdə hidroliz edir. Yəni, zəif olanın tam öz formasını alması üçün neçə OH və yaxud da ki, H-ı çatışmırsa, onun sayı qədər olur, onun hidroliz mərhələ sayı. Dissosiasiya mərhələsinin sayını tapanda normal duzlarda normal duzlu 2 qat qarışıq bunlar bir mərhələdə dissosiasiya edir. Hidroduz, yəni turş duzlar əgər hidroduzsa
2, dihidrodsa 3, əsasi duzlardır. Hidroksodsa 2, dihidroksodsa 3 mərhələdə dissosiasiya edir. Ona görə burada olur A variantı. Sonra 10-cu sual. Məhlulda gedən bu reaksiya üçün hansı ifadələr doğrudur? Kalsium xlorid və kalium ortofosfat. Reaksiyadan alınır. Kalsium ortofosfat çöküntüdür. Bir də kalium xlor. Bunu əmsallaşdırsaq, bura 2 yazaq, onda bura 6 olar. Burada 3 yazarıq, düzəlir. Kalsium 2 müsbət iyonlarının sayı azalır. Bəli, bu doğrudur. Çünki burada kalsium 2 müsbət iyonumuz var. Burada artıq çöküntüyə keçir. Yəni bu çöküntüdür. Ona görə azalma baş verir. Bir doğrudur. PO4 3 mənfi iyonların sayı dəyişmir. Əksinə PO4 də azalır. Çünki çöküntünün tərkibinə keçir. Xlor mənfi iyonların sayı dəyişmir. Bizim solda da 3 vur 2. 6 dənə xlor iyonumuz var. Sağda da 6 xlor iyonumuz var. Yəni dəyişmir. Bu doğrudur. Kalium müsbət iyonlarının sayı azalır. Xeyr, kalium müsbət iyonunda sayı dəyişmir. 6 dənə soldadır, 6 dənə də sağdadır. Ona görə olacaq 1-3 C variantı. Sonra 11. Hansı iyonlar mis-2 müsbətlə çöküntü əmələ gətirir? Mis kükürdlə çöküntü əmələ gətirir. Xlorla olmur. SO4 ilə olmur. Və həmçinin OH-la da mis-2OH, yəni mis-OH2 görəngli çöküntü əmələ gətirir. Ona görə 1-4 olacaq. Hansı reaksiyadan qaz və çöküntü alınır? Birincidən alınacaq sinxlorid və H2. Buradan yalnız qaz alındı. Bu çöküntü deyil. Buradan alınır barium sulfat və H-xlor. Burada barium sulfat çöküntüdür. Amma burada baxın, bu C variantı necə baş verir? Mis 2 sulfat məhlul. Əgər bu məhlulsa, burada mis SO4 ilə yanaşı su da var. Həmin o su gəlir natriumla reaksiyaya daxil olur. Buradan natrium hidroksid və H2. Bu birinci mərhələ. Sonra bu alınan natrium hidroksid o məhlulda qalan mis SO4 ilə reaksiyaya daxil olur. Alınır buradan natrium sulfat. Bir də mis 2 hidroksid çöküntüsü. Yəni buradan çöküntü də alındı, qaz da alındı. C variantı olur. Məsələn, D variantında sadəcə o maqnezium xlorid və mis alınır. Nə çöküntü var, nə qaz var. Y variantında gümüş xlorid çöküntüsü alınır. Bir də natrium nitrat. Yəni həm çöküntü, həm qaz C variantında alınır. 13. Demək, X-i hesablayın. Demək, düsturumuz belədir ki, burada C son bərabərdir. C1 V1 plus C2 V2 bölünsün V1 plus V2. Yerinə qoyuruq. C son, yəni burada alınanda görürük ki, 3/6-dır. Molyar qatlıq. C1-imiz 3, həcmdə 200. C2 X-dir, V2 300-dür. V-lərin cəmi də 500 edir. Yəni burada 300 ilə 200-ü toplayanda 500 edir. Yerinə yazırıq. 600 plus 300 X bərabərdir. 500-ü 3/6 yazanda edir 1800. 300 X bərabərdir 1200. X də bərabər olur 4-ə. Olacaq Y variantı. 14. Məhlulda gedən hansı reaksiyaların qısa iyon tənliyində əmsalların cəmi 3-dür. Demək, burada ilk olaraq reaksiyanı tamamlayaq. Alınır gümüş xlor və kalsium nitrat. İlk olaraq heç əmsallaşdırmayın. İlk olaraq iyonları dissosiasiyaya ayırın. Sonda nə qalsa onların üzərində əmsallaşdırmanı edirsiniz. Demək, birincidə gümüş və NO3 mənfi. Alınır kalsium 2 xlor. Alınır gümüş xlor çöküntüsü, kalsium və 2 dənə NO3. Eyni olanlar nədir? Kalsiumlar və NO3'lər. Sonda nə qaldı? Gümüş plus 2 xlor. Yəni əgər əmsallaşdırmırsa heç indekslərdə yazmamıza ehtiyac yoxdur.
Nə görürsə yazırıq. Buradakı 2'ni də yazmayaq ki, uyğunluq olsun. PeO3. Onda solla sağdan ixtisar eləyəndə qalır gümüş xlor. Bu NO3-də gedibdir və gümüş xlor. 1, 1, 1. Cəmi elədi 3. Birinci uyğun gəlir. Sonra ikinci. Buranı tamamlasaq alınır kalsium xlorid və su. Nə alınır? Kalsium, OH, H, xlor, kalsium, xlor, su isə iyonlarına ayrılmır. Oxşarları ixtisar eləsək, kalsium gedir, xlor gedir. Qalır nə? OH, H, və H2. Burada da əmsallar cəmi 1, 1, 1 elədi 3. Yəni cavab olur 1, 2. Amma digər variantlara da baxaq. 3'də alınır mis 2 hidroksid və natrium sulfat. Mis SO4 plus natrium OH alınır. Mis OH2 çöküntüdür. Olduğu kimi qalır. Natrium və SO4. Demək, baxsaq. Natrium gedir. SO4'lər gedir. Yerdə nə qaldı? Kuprum plus OH. Kuprum OH2. İndi görürsünüz ki, təriflərdə uyğunsuzluq var. Onda burada 2 OH varsa, gələk burada 2 atam. İndi düzəldir. Əmsal cəmimiz nə qədər olur? 1, 2, 1. Cəmi eləyir 4. Bu uyğun gəlir. Dördüncü reaksiyadan alınır magnezium 3 PO4 2 və natri xlor. Dördüncüdən alınır magnezium xlor plus natrium plus PO4. Magnezium ortofosfat çöküntüdür. Natrium və xlor. Xlor və natriumlar gedir. Yerdə nə qaldı? Magnezium PO4 və magnezium 3 PO4 2. Əmsallaşdırıq. 3 magnezium bura, 2 bura. Əmsal cəmi 3, 2, 1. Elədi 6. Bu da uyğun gəlir. Ona görə olur 1, 2, B variantı. 15. Dəmir 2 sulfat. Maddə miqdarı A, məhlulda olan iyonların miqdarı B. İndi X, Y maddələrini müəyyən etməliyik. Demək, dəmir 2 sulfat iyonlarına ayrılır. Alınır dəmir və SO4. 2 mənfi. Burada nə qədər iyon var? 1, 1, 2 dənə. Demək, B bərabər olsun 2'yə. Hamısını da AA verib. Tutaq ki, biz hamısını gəlin 1 mol kimi götürək. İndi X maddəmiz 1 mol götürüləndə buradan B plus 1 saydı. Yəni 3 iyon alınmalıdır. Gəlin biz bunların formullarını yazaq. Mis 2 xlorid belə yazılır. Dəmir 2 nitrat, ferium NO3 2. Mis 2 xlorid yenə natri xlor, kali xlor. Bunların hansının 1 molu dissosiasiya edəndə 3 iyon alınır. Bundan 3 alınır. Burada da 3 alınır. 1 dəmir, 2 NO3. Burada da 1 mis, 2 xlor, 3 dənə. Amma natri xlordan 2 dənə alınacaq. Kali xlordan da 2 dənə alınacaq. Ona görə D ilə yeni çıxdıq. İndi baxaq. Y isə 1 mol dissosiasiya edəndə 2B saydı. B-ni biz 2 tapmışıq. Buradan 3 alındı, onu bildik. Buradan isə 2 vur B. Yəni 4 iyon alınmalıdır. Kalsium xlor 2. Magnezium xlor 2 yazılır. Dəmir 3 nitrat, ferium NO3 3. Xrom 3 xlorid, xrom xlor 3. Dəmir 3 nitrat, ferium NO3 3. Onsuz da biz D və Y variantları çıxmış. Ona görə A, B, C-yə baxaq. İndi görək bu Y-də hansı maddələrin hansı maddənin 1 mol dissosiasiyasından 4 mol iyon əmələ gəlir. 1 kalsium 2 xlor var. Buradan 3 iyon əmələ gəlir. Bunu çıxdıq. Bizə 4 iyon əmələ gətirən lazımdır. 1 magnezium 2 xlor. Burada da 3 iyon əmələ gəldi. Amma 1 dəmir 3 NO3 4 iyon edir. Bu uyğun gəlir. Olur 15-də C variantı. 16. Hansı maddələrin suda məhlulları qüvvətli elektrolitdir? Barium sulfat, yəni barium SO4 bu çöküntüdür. Kalsium xlorid, bəli. Bu
qüvvətli elektrolit. Həm kalsium çünki qüvvətli metaldır. Xlor da qüvvətli turşudur. Yəni H-xlorun qalığıdır. 2 olar. Sonra dəmir 2 sulfat. Bəli, bu da olar. Yəni biz belə deyək ki, qısacası çöküntünü, qazı və s. çıxırıq. Suda zəif elektrolitdir. Yerdə qalanları, həll olanları götürə bilərik. Amma sink karbonat nədir? Çöküntüdür. Yəni olur 2-3 A variantı. 17. 400 qram 25%li X duzu məhlulu. 400 qram 25%lidir. 400-ün 25%-ni tapırıq. Bu olur 100 qram duz. 400-ün 100-ü duzdursa, qalan 300-ü də sudur. Sonra bunun üzərinə təkrar 200 qram 20%li X duzu məhlulu gəlir. Yenə 200-ün 20%-ni tapsaq, edəcək 40 qram duz. Onda 200-ün 40-ı duzdursa, qalan 160-ı sudur. Bir də əlavə də 90 qram X duzu gəlinir. Demək, əvvəl bizim bu məhlulumuz var. Birinci bu məhlul var. Bunun üzərinə 200 qram 20%li məhlul gəlir. Yəni duzun üzərinə suyun üzərinə gəlirəm. Duzun üzərinə duz gəldim, suyun üzərinə suyu gəldim. Və 90 qram da əlavə X duzu əlavə yəni gəlinib üzərinə. Onda duzumuz nə qədər olacaq? 230. Suyumuz da 460. İndi bizə deyir ki, həll olma əmsalını hesabla. Həll olma əmsalı KH nəyə bərabərdir? Duz böl su vur 1000. Duzumuz 230. Su 460. 1000'ə də vururuq. Bu da edəcək 500 qram böl litr. C variantı. 18. Kalium karbonat və mis-2 sulfat üçün fərqli olan nədir? Kalium karbonat və mis-2 sulfat fərqliləri tapırıq. Suda məhlulun qüvvətli elektrolit olması. Demək, hər ikisi suda məhlulun qüvvətli elektrolit olması. Belə deyək də, hər ikisi çöküntü deyil. Ona görə çöküntü deyilsə, demək, qüvvətli elektrolit kimi biz bunları götürə bilərik. Bu eynidir. Amma bizə fərqlilər lazımdır. Ona görə biri çıxırıq. Natrium OH-la çöküntü əmələ gətirməsi. Bunun üzərinə natrium OH gəlsə, ümumiyyətlə bu reaksiya getməz. Çünki duz qələvi ilə o zaman gedər ki, götürülən duz çöküntü olmasın. Götürdüyümüz duzumuz çöküntü deyil, amma bu reaksiyadan heç bir çöküntü yaranmaz. Çünki natrium karbonatla çöküntü vermir, ya da kalium OH-la. Bu reaksiya getmir ümumiyyətlə. Bunun da üzərinə natrium OH gəlsək, natrium sulfat, mis də OH-la mis OH2, yəni çöküntü alındı. Yəni bu fərqlidir. Çünki mis-2 sulfat çöküntü verir. 1 molda olan iyonların sayı. Kalium karbonatda 2 kalium, bir dənə CO3 var. Burada 3 iyon var. Burada isə 1 mis, bir dənə də SO4. Cəmi 2 iyon var. Bu fərqli oldu. Birində 3, birində 2. Barium NO3-nə çöküntü əmələ gətirməsi. Baxın. Demək, kalium karbonatın üzərində barium nitrat gəlsə, duzla duz, o zaman reaksiya daxil olur ki, oradan çöküntü alınsın. Buradan da həqiqətən barium gəlir. CO3-lə barium karbonat çöküntüsü əmələ gətirir. Eyni qayda üzrə. Mis-2 sulfatın da üzərinə barium nitrat gəlsə. Burada da yenə barium gələcək SO4-lə, barium SO4 çöküntüsü verəcək. Yəni hər ikisinin çöküntü alınması da artıq ortaq xüsusiyyətdir. Ona görə fərqli olanlar 2-3 olur. Cavab da olur D variantı. 19. Tərkibində 1 mol natrium sulfid və 1 molda mis-2 xlorid olan duzları məhlulunu qarışdırdıqda reaksiyadan sonra iyonların sayı dəyişməsini müəyyən edin. Demək, 1 mol natrium sulfidimiz və 1 mol mis-2 xlorid var. Bunlar arasında reaksiya gedir. İlk olaraq baxaq, əvvəl nə qədər iyonumuz var bizim. Natrium 2S-də 3 iyon var, mis-2 xloriddə də 3 iyon var. Yəni cəmi 6 iyon var. Sonra bunlar qarşılıqlı təsirdə olur, alınır. 2 natri xlor və mis-S çöküntüdür. Demək, bu artıq çöküntüyə getdi. Bunların 1 molundan istədiyimdən biri ilə hesablayaq. Alınır 2 mol natri xlor.
Bu da neçə mol ion deməkdir? 4 mol ion deməkdir. Əvvəl 6 ion var idi. Sonda yəni çöküntüyə baxmırıq. Həll olunanlara baxırıq ancaq. Sonda da 4 ionumuz var. Yəni 6-dan 4-ə nə qədər azalma deməkdir? 6-nı bölürük 4-ə 1/5 dəfə azalma olur. 19-da B variantı. Sonra 20. Demək, alüminium hidroksid və sulfat turşusu reaksiyaya daxil olur. 31,2 qram alüminium hidroksidi. Gəlin bunu biz mola çevirək. Edir 0,4 mol. Sulfat turşusu da 39,2-ni bölürük mR-nə, tapırıq 10 mol. Yəni 0,4 nə deməkdir? 1-in 1-ə gedir. 1-in 1-ə gedəndə 2H-a 2OH düşür. Yəni 2 mol su çıxır. Burada H-lar bitib. OH-ın ikisi getmişdi qaldı. Alüminium OH, SO4. İndi formulu da düzəltsək, burada biz indeksə ehtiyac yoxdur. Yəni alüminium hidroksid sulfat formasında qalır. Başqa da əmsala ehtiyac yoxdur. Demək, indi alınan duzu müəyyən edin. Biz nə aldıq? Alınan duzumuz alüminium hidroksosulfat da olacaq C variantı. 21. Hansı maddələr suda yaxşı həll olur? Demək, barium SO4-lə çöküntü verir. Bu həll olunur. Barium OH-nın barium OH2 əmələ gəlir. Bu suda yaxşı həll olur. Mis SO4-lə əmələ gətirir. Mis2 sulfat o çöküntü deyil, yəni həll olur. Mis OH-da mis OH2 çöküntüsü əmələ gətirir. Bu həll olmur. Cavab olacaq Y və Z C variantı. Sınaq şüşələrinə əlavə olunan lakmus kağızlarının rəngini müəyyən edin. Mis2 oksid su ilə reaksiyaya daxil olmur. Ona görə lakmus kağızının rəngi dəyişməz. Burada dəyişmir. SO3 su ilə sulfat turşusu əmələ gətirir. Yəni qızarar. Qırmızı olur. Kalium oksid də su ilə kalium OH qələrisini əmələ gətirir. Yəni lakmus göyərəcək. Dəyişməz qırmızı göy olacaq D variantı. 23. Orta fosfat turşusunun 0,6 mol əsaslı reaksiyasında normal duz alınmışsa, əsasın turşuluğunu hesablayın. Demək, orta fosfat turşusu hər hansı bir əsasdır. Metal OH yazaq. N də yazaq ki, biz bunu bilmirik. Neçə dənə N var, yəni əsasın turşuluğunu bilmirik. Amma bizə deyir, normal duz alınır. Götürülən orta fosfat turşumuz 39,2-dir. Biz mola çevirsək, olur 0,4 mol. Əsas da 0,6 moldur. İxtisar eləsək biz bunları qalar. Hər birini 0,2-yə bölsək, bura 2 qalır, bura 3 qalır. Yəni 2 dənə H3PO. Demək, bizə deyirsə normal duz alınır. Onda burada H sayı OH sayına bərabər olmalıdır. Burada neçə H var? 6 dənə. Burada da 6 OH olması üçün 3-ü biz gərək 2-yə vuraq ki, 6 dənə də OH olsun. Yəni N-in qiyməti əsasın turşuluğunu göstərir. Yəni burada əsasın turşuluğu 2 olacaq. Daha sonra 24. XO plus H2SO4 alınır. XSO4 plus H2O. Bunun kütləsi M1, sulfat turşusu daha doğrusu alınan duzun kütləsi də M2. Reaksiyadan alınan suyun kütləsi 3,6-dır. M1 plus M2 48 olarsa X-in kütləsini hesablamalıyıq. Demək, bizə burada ilk olaraq sulfat turşusunun kütləsini tapmaq lazımdır. Görürük ki, reaksiyada əmsala ehtiyac yoxdur. Biz suyun emirinə əsasən buradakı sulfat turşusunu tapa bilərik. 18 qram sulfat turşusu alınanda, daha doğrusu 18 qram su alınanda 98 qram sulfat turşusu reaksiyaya daxil olur. Bəs 3,6 qram su alınanda nə qədər sulfat turşusu reaksiyaya daxil olar? X. 98-i 0,2-yə vursaq, edəcək 19,6. Sonra maddə kütləsinin saxlanması qanunu var. Reaksiyaya daxil olan maddələrin kütləsi cəmi, alınan maddələrin kütləsi cəminə bərabərdir. Biz bundan istifadə edək. Demək, M1 plus 19,6 bərabərdir M2 plus 3,6 olsa.
Onda demək M2 çıx M1 bərabər olur 19 onda 6-dan 3 onda 6-sını çıxanda edəcək 16. İndi baxın yuxarıda da bizə şərtdə verilmişdi ki M1 plus M2 də bərabərdir 48. İndi biz burada əvəz etmə yolu ilə gedək. Tutaq ki buradan M2 bərabərdir 16 plus M1. M2'nin bu qiymətini gətirib yerinə yazaq. M1 plus M2'nin yerinə yazırıq. 16 plus M1 bərabərdir 48. 48-dən 16 çıxsaq 32, 2 M1 bərabərdir. 32 M1 də bərabər olur 16-ya. Onda M2 nəyə bərabər olacaq? M1-in yerinə 16 yazsaq, M2 də olur 32. M1 və M2-ni tapdıq. İndi biz buradan M1'in qiymətini yerinə qoyub, və yaxud da ki M2'in qiymətini yerinə qoyub, X10'u tapa bilərik. Demək, M1'i biz tapdıq 16. 16 qram M1'i 16 tapdıq, o da X10'un kütləsidir. 16 qram X10 reaksiya daxil olanda nə qədər sulfat turşusu sərf olunur? 19 onda 6. Bəs 98 qram sulfat turşusu sərf olunanda neçə qram XO-da reaksiya daxil olar? X10'un emerini yazırıq. X plus 16. Çünki X-in kütləsini bilmirik. X plus 16 yazırıq. Buradan da hesablasaq tənasüblə X edəcək 64. Sonra 25. Demək, mis-2 sulfat məhluludur. Həcmi 200 ml. Qatılığı isə X-dir. Bu məhlulun elektrolizində katodda 6,4 qram maddə alınmışsa X-i hesablayın. Mis-2 sulfat məhlulu. Məhlul isə üzərinə su gəlirik. Alınır mis, oksigen və sulfat turşusu. Həmişə elektroliz məsələlərində tənliyi əmsallaşdıranda ilk suyun qarşısına 2 yazın. Artıq qalanlarını rahatlıqla düzəltmək olur. Sonra burada 2 yazaq. Burada 2 yazsaq düzəlir. Demək, bizə sonda qatılığı litrlə soruşduğu üçün buradakı millilitri də litrə çevirək. Millilitri litrə çevirəndə 1000-ə bölürük. Eləyir 0,2 litr. Və bizdə mis-2 sulfat məhlulun tam elektroliz etdiyi deyilir. Burada nü-nü tapsaq, nü bərabərdir. S vur V-də 0,2x. İndi yerinə yazırıq. Bu 0,2x də mis-2 sulfatın molu. 0,2x mis-2 sulfat sərf olunduqda deyir katodda 6,4 qram maddə alınır. Katodda mis alınır, o da 6,4. Görürəm ki, əmsal 2-dir. Burada da 2-ni vururam. Misin kütləsinə 64. Buradan da hesablasaq X bərabər olur 0,5-ə. Sonra 26. Hansı duzlar suda məhlulun elektrolizində duzun kütlə payı artır? Duzun kütlə payı o zaman artar ki, orada su parçalansın. Suyun parçalanmasını da biz bu aktiv metalların oksigenli turşularının duzlarında görürük. Bir də florla olan duzlarında. Bu da olur natrium nitrat, natrium sulfat və kalium orta fosfat. Uyğunluğu müəyyən edin. Katyona görə hidroliz edir. Hidroliz zəifə görə gedir. Biz ilk olaraq zəifləri tapaq. Burada zəif olan turşumuzdur. Burada zəif olan əsasdır. Yəni zəif olan burada turşudur. Turşu da aniondur. Yəni burada aniona görə gedir. Burada zəif olanımız əsasdır və əsas metaldır. Metallar da katyondur. Katyona görə gedir. Burada zəif olan əsasdır və əsasda katyon olduğundan, yəni NH4 müsbətdir. Hidroliz katyona görə hidroliz gedəcək. Burada NH4 də zəifdir. CO3 də zəifdir. Hər iki tərəf zəif olanda katyon, yəni hidroliz həm katyona görə, həm də aniona görə gedəcək. Amma hər iki tərəf qüvvətli olanda ümumiyyətlə hidroliz etmir. Yerdə isə zəif olan turşudur və turşuda anion olduğundan burada da hidroliz aniona görə gedəcək. 1BS, 2A'yı 3D. Sonra situasiya sualları. X xlor N dozunun suda məhlulunun natrium OH-la reaksiyasının ağ həlməşiyə bənzər Y çöküntüsü alınır. Çöküntünün qızdırılmasından oksit və su alınır.
X korundun tərkibinə daxildir. Korund alüminium oksiddir. Və alüminium, yəni bunun tərkibində olan elementimiz də, metalımız da alüminiumdur. Demək, onda biz yerinə yazsaq, ilk olaraq reaksiyaları tamamlayaq. Birinci reaksiya nədir? X xlor N. X-in yerinə alüminium yazırıq. Xlor yazsaq, xlor 1 valentli olur. Burada alüminium 3. Formulumuz olur alüminium xlor 3. Üzərinə natrium OH gələndə alınır. Alüminium OH3. Bu alüminium OH3 ağ rəngli həlməşiyə bənzər çöküntüdür. Bir də natri xlor. Sonra isə ikinci reaksiya nədir? Bu çöküntü qızdırılır. Alüminium hidroksid. Və qızdırılan zaman alınır alüminium oksid və su. İndi biz deyilənlərə əsasən tapaq. Deyir ki, Y maddəsi kimyəvi formulu və adı. Y çöküntü olanı idi. Demək, Y olacaq alüminium hidroksid kimyəvi formulu. Adı isə alüminium hidroksid olur. Bu oldu 28. Sonra 29. Birinci reaksiya tənliyini yazın və əmsallaşdırın. Bircə saniyə bunu burada düzəldək. Bu oldu bizdə 28-in cavabı. 29 isə birinci reaksiya tənliyini burada biz yazdıq bayaq. Yazdıq, indi isə bir dənə əmsallaşdırmaq lazımdır. Bunun üçün natri OH-ın qabağına 3 yazsaq, onda burada 3 yazırıq və düzəlir. Bu da bitdi. Sonra 30-cu. İkinci reaksiyanın qrafiki, yəni söhbət bizdə bu tənlikdən gəlir. Bu tənliyi aşağıda yazaq. Alüminium hidroksid parçalanıb alınır alüminium oksid və su. Əmsallaşdırsaq, bura 2, burada 3 yazırıq, düzəlir. Demək, M və X-in nisbi atom kütləsini hesablayın. İndi bizdə hələ ki X-ə, yəni bu X nəzərdə tutur, ona məchul kimi baxdığından. Gəlin biz hələ alüminium yazmayaq, hələ X şəklində yazaq alüminiumun olduğu yerlərə. Demək, götürülən maddəmiz, yəni Y-idi, onu tapmışdıq. O tam sərf olunub, yəni 31,2 qram. Gəlib sıfıra düşüb, tam sərf olunub. Su alınır, buradan su M, oksidimiz isə 20,4-dür. Biz buradan M-i hesablaya bilərik. Maddə kütləsinin saxlanması qanununa görə reaksiya daxil olan maddələrin kütləsi cəmi alınan maddələrin kütləsi cəminə bərabərdir. Buradan da 31,2-dən 20,4 çıxsa, M bərabər olacaq 10,8. Bu oldu birincinin cavabı. Sonra deyir, X-in nisbi atom kütləsini hesablayın. Demək, biz M-i tapdıq, 10,8 eləyir. İndi suya əsasən, ya istəsək bu birləşmədə, ya da ki bu birləşmədə yerinə yazıb X-in kütləsini hesablaya bilərik. Gəl sadə olan X2O3-ə görə gedək. 20,4 qram X2O3 alınanda nə qədər də su alınır? M alınırdı, M-i də 10,8 tapdıq. Qram su. İndi aşağı öz emerlərini yazırıq. X-in kütləsini bilmirik. İndi aşağıda biz burada emer X2O3 hesablayaq. X-in kütləsini bilmirik. X yazaq. Vurduq indeksini 2X. Oksigen də 16-nı vur 3-ə 48. Yerinə yazsaq 2X plus 48. Suyumuz da suyun emeri 18-dir. Əmsalına da vururuq 3-ə. Buradan da hesablayırıq. Tənasüblə alırıq ki, X bərabər olur 27. Bu da olur ikincinin cavabı.